Özümü təqdim elə. Ağayev Şahin Hilaloğlu. Lənkəran rayon sakini. Lənkəran şəhər sakini. Buyurun. Hə. Danış da Uşağı hadisə necə mən olub? 2 uşağı qoymuşam məktəbə, bir sinifdə Hansı məktəbdə oxuyurlar ki? Burada Kürə məktəbi, Lənkəran şəhəri Kürə məktəbi. Nömrəsi neçədir? 8 nömrəli. Məktəbdə. Müəllimə uşağı döyüb, uşağım üzdə əlaçıdır. Hansı müəllimə döyüb? Necə olub? Detallı xahiş edirəm. Müəllimənin Vusala müəllimə. Bəlkə qız özü danışsın. Bala necə olub mənim adım? Biz dərsdə otururdu ki, mən işləyirdim. Özün təqdim elə də. Mən Ağayev Arzu Şəhər qızı. Mən Neçənci sinifdə oxuyur? 6-5 sinif şagirdiyəm. Aha. Mən oturmuşdum üşüyürdüm ki, müəllimədən icazə alım oturum qızını. Müəllimə mənə icazə verdi. Sonra dərs oxumaya başladı. Dedi ki, sən danışırsan, mən sənə dərs oxuyuram, sən mənə dinləmirsən, mən sizinlə vurdu. Hə, necə oldu ki? Hə, necə oldu? Əsəbləşmişdi, vurdu mənə. Hara vurdu? Əvvəl üzümə bir şeylə vurdu, sonra qulağımdan dartdı. Sırğam itdi. Hə, bu hadisədən sonra sən nə etdin? Atama xəbər verdim, atam da gedib direktora xəbər vermişdi ki, direktor da bir də Şahin müəllim siz danışın. Nə olmuşdu? Mən getmişdim direktorun yanına girdim Direktor ki, kimdir? Aslan İbrahimov. Aha. Mən kimə şikayət eləməliyəm ki, müəllimənin şikayətini mən direktora eləməliyəm də. Aha. Getmişəm direktora şikayət eləməyə. Direktor köbir mənə cavab qaytarıb, sən çıx boyda, sən demagogsan. Sən şikayətimi qəbul eləmədin? Mənim şikayətimi qəbul eləmədi. Mən də çıxmışam oradan da Uçaskoviya. Aha. Xəbər eləmişəm. Hə. Sonra? Sonra da uşağımı götürmüşəm, həkimə aparmışam. Aha. Uşağımın qulağının pərdəsi qırılıb, qanlayıb uşaq, qan içində evə gəlir. Mən də onu aparmışam həkimə. Hə. Sırğası da ki, yoxdur. Başa düşmədim, sırğa olub ki qulağında? Bəli, qulağında sırğa olub, bir tayı yoxdur. Aha. Qulağında bir tayı sırğası. Sizin neçə uşağınız o məktəbdə oxuyur? 2 uşaq. İndi uşaqlar məktəbə gedə Mən də bilirlər. direktora o sözü demişəm ki, mən 3 uşağın valideyniyəm. Sən amma 300 dənə uşağın valideynisən. Başa düşmək, uşaqlar indi məktəbə gedir ya yox? Xeyr, getmir. Niyə getmirlər ki? Müəllim qoymur. Niyə qoymur ki? Bana köbü cavab qaytardı. Deyib ki, rədd ol buradan, uşaqları yapır, getmir. Yaxşı.